Məni izləyən hər kəsi salamlayıram. Bugün cəmi 3 komponentlə hazırlayacağım dondurma 90-cı illərin plan birini xatırladacaq. Ölçüsü 200 ml olan stəkanla 1 stəkan qatlaşdırılmış süd, 2 stəkan qaymaq. Qaymağın faizinin fərqi yoxdur. Yağlılığı çox olan qaymaqla dondurma daha yağlı alınır və 1 paket vanili mikserlə bir cinsli məhlul alınanadək çırpıb, üzərinə istəyə görə şokolad ovuntusu və ya şokoladlı sos qata bilərsiniz. Donduracağınız qaba töküb, buzxanada azı 4 saat olmaqla saxladıqdan sonra hazır olur. Şirinliyi, dadı çox ləzzətlidir. Gördüyünüz kimi hazırlanma qaydası olduqca sadədir. Hazırlayan hər kəsə nuş olsun. Videomu bəyəndinizsə, bəyəndim işarəsinə toxunmağı unutmayın. Kanalımı izləyən hamıya təşəkkürümü bildirirəm.